Məcazi deyim sözümdən sonra ilişməsinlər sözümə. Allah özünü dırnaq arası deyək pis eləyir bizə əmr eləməklə. Cəmaatın dinlə davası nədir? Əmrlərdədir. Quranı açırsan deyim, mən demişəm belə eləyim, mən demişəm elə eləyim, bu da deyir, bu necə dindir, elə deyir, mənəm deyir. Başa düşmür ki, bu mən deyir, mən deyirəm belə elə, çünki sən insan, səni azad buraxsın, sənə desən ki, xahiş edirəm dur bunu, sənin içində bir büt var ki, o sınmayacaq, o sınmasa da sən bədbəxt olacaqsan, sənin xoşbəxtliyi üçün o əmr eləyir, səni sevdiyindən əmr eləyir, çünki səni tanıyır, səni yaradıb, səni xəlq eləyib və əmrləri sənin içində olan o bütü sındırır, o bütü sındırmaq üçün özünü pis eləməyə razıdır. Özünü pis eləməyə razıdır. Çox adamı Quranın bu üslubu əsəbləşdirir. Ki, bu nəsə belə amiranə danışır bu kitab adamla. Bu təxminən bir nəyə bənzəyir. Ata bilirik ki, uşağı xəstədir, ona tutar ki, ata həkimdir, kəsirdə cərrahi əməliyyat eləyir. Sağda məntiqlə baxsın, bıçaq atanın əlində uşağının qarnını kəsir, həm bədən üzvünü kəsir, daxili orqanını çıxardır filan, hə? Amma ürəyində eşqdir, eşq o bıçağı vadar edir ki, Allahın da eşqi cuşa gəlir, əmr yaradır. Əmr yaradır. Əmr yaradır ki, o çıxıntılar var, ruhumuzda onları kəssin ki, biz xoşbəxt olaq. Yoxsa onun özünü bizə təsdiq eləməyə ehtiyacı var. O əzəmətini bizə eləyib, özü fəxr eləmək, gör necə əzdim bəndəmi. Ramazan ayı bu mövzu hesab edirəm ki, dərmandır Ramazan ayı öncəsi. Dərmandır, çox vacibdir. Cəmaatın davaları vaciblərləndir. Allah bəs niyə vacib buyurur? Çünki istəyir ki, səni bu vasitə ilə pak eləsin. Sənin başqa paklanma yolun yoxdur. Sən cənnətə daxil olanda da bilsən necə daxil olacaqsan. Bax, Qurana baxın, hamı baxacaq ora. Baxacaq ora, deyəcək, vay, mən neynəmişdim? Əlini tutacaq, deyəcək, vay, utandım mən. Bunu mənə verdilər, mənim elədiyimin qarşılığı bu deyil. Başını aşağı salacaq, içində olan zərrə mən töküləcək. Ondan sonra ləyaqət tapacaq cənnətə qədəm qoymağa. Darus salamdır, ora salamatlıq evidir. Mənəmçilik eləyənlərin yeri yoxdur orada. Cənnəti ilə, əslində əmri ilə əzdiyi ilə cənnəti ilə əzdiyi eyni şeydir. Ne üçün əzir bu məni? Çünki yol yoxdur. Mən bir bənddir səninlə xoşbəxtlik arasında. O da hər vasitə ilə vurnuxur Allah, məcazi deyək ki, sənin o içində olan məni əzsin. Gah əmr eləyir, gah filan eləyir. Cənnətəcən gedib çıxmısan, cənnətin qapısında axı deyir, tam təmizlənir insan qiyamətdə. Axırıncı təmizlik işin necə görülür? Deyib, bax ora, baxır, xəcalətdən başına sağ saldır. Vay, mən biabır oldum. Axı, nəyə görə bunu verirsən sən mənə? O xəcalət hissi ilə cənnətə daxil eləyir insanları.